85 qəpiyə düşübdür. 1 manat 50 qəpiydən 43% endirimlə 85 qəpiyə düşüb 180 ədədli Qiblo müsafirləri və bu endirim kampaniyası 9 aprel tarixinə dək. Yeri gəlmişkən bu endirim kampaniyası bütün araz marketlərdə keçərlidir. Kanalımıza xoş gəlmisiniz. Arazlarda elə endirim var ki, bunları paylaşmasam olmazdı. 39 manat 40 qəpiydən 17 manat 99 qəpiyə düşüb 5 kiloqramlıq Ariellər bu da 54% endirim eləyir. Burada hətta 3 kiloqramlıq Ariellərə qəşəng endirim görürəm. Demək Ariel 3 kiloqramlıq 19.99-dan 10 manat 99 qəpiyə düşüb bu da 45% endirim eləyir. Və bu endirim kampaniyası 9 aprel tarixinə dəkdir. 1 litr 930 millilik moy meyvə şirələri. Burada mən görürəm portaqal çeşidi var, apelsin çeşidi var, vişnəni alma çeşidi var. Qiyməti isə 14% endirimlə 3 manat 50 qəpiydən 2 manat 99 qəpiyə düşübdür. 27 mart tarixinə start verilən endirim kampaniyası 9 aprel tarixinə dəkdir. 95 qramlıq Nescafe Goldların qiyməti 12 manat 29 qəpiydən 6 manat 99 qəpiyə düşüb. Bu isə öz növbəsində 43% endirim eləyir. 27 mart tarixinə start verilən bu endirim kampaniyası 9 aprel tarixinə dəkdir və bütün araz market şəbəkələrində keçərlidir. Qatılaşdırmış südlər var, hansı Quşçiar firması 370 qramlıqdır, 1 manat 89 qəpidir. Rexonlar var 150 millilik 6 manat 95 qəpidən 3 manat 45 qəpiyə düşüb. Tən yarı qiymətə və bu endirim kampaniyası 9 aprel tarixinə dəkdir. Kampaniya start verib 27 mart tarixindən. Head & Shoulders şampunları 9 manat 95 qəpidən 5 manat 99 qəpiyə düşüb 39% endirimlə 330 milli çəkisidir. Bu endirim kampaniyası bütün araz marketlərə keçərlidir 9 aprel tarixinə dək. Yumşaldıcı gel pervollar 41% endirimə düşübdür. 8 manat 50 qəpiydən 4 manat 99 qəpidir. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmağı unutmayın ki, bu kimi endirimləri qaçırmayasınız. Slavyanka Jacqueline şokoladları var, hansı ki 9 apreldə endirim kampaniyası qüvvədədir. 38% endirimlə 7 manat 99 qəpiyə düşüb. Marsiyankanın hər iki çeşidləri, istər şokoladlısı, istər kakoslusu, hər iki çeşidində 35% endirim var. 16 manat 70 qəpiydən 10 manat 89 qəpiyə düşüb. Yəni hər iki çeşidi eyni qiymətə qoyulubdur. Bu isə gördüyünüz kimi 35% endirim edir. 200 qramlıq xlebnis pastar, çiləkli peçenyelər 2 manat 60 qəpiydən 1 manat 69 qəpiyə. Sonra buradan praniklər görürəm. Adevski praniklər var, hansı ki 200 qram çəkisidir. 2 manat 40 qəpiydən 1 manat 59 qəpiyə düşüb. 350 qramlıq speluşku peçenyeləri 4 manatdan 2 manat 29 qəpiyə düşüb 42% endirimlə. Oreo peçenyelərində qəşəng endirim var. 228 qramlıq Oreo peçenyeləri 27% endirimlə 4 manat 79 qəpiydən 3 manat 49 qəpiyə düşüb və bu endirim kampaniyası bütün araz marketlərdə keçərlidir. Məhz bu mağazanı soruşan izləyicilər biləm olacaq təbii ki, bu araz harada yerləşir. Bu araz market Saray postundakı araz marketdir. Çox böyük arazlardan biridir. 24 saat işləyən araz marketdir. Möhtəşəm endirimlər var. İstər ərzaq bölməsində, istər qeyri-ərzaq bölməsində. 27 mart tarixinə start verən endirim kampaniyası 9 aprel tarixinə dəkdir. Zəçə yağları görürəm buradan 1 litr 800-lük 7 manat 90 qəpiydən 6 manat 19 qəpiyə düşüb. 450 qramlıq ətirli berqa çayların qiyməti 11 manat 89 qəpiydən 10 manat 68 qəpiyə düşüb. Bu da 10% endirim edir. Öz növbəsində tac makaronları 500 qramlıq qiyməti 25% endirimlə 1 manatdan 75 qəpiyə düşüb. Hətta 500 qram çəkisidir və gördüyünüz kimi çeşidləri çoxdur. Yəni endirimdə təkcə bir çeşidi yoxdur. Gördüyünüz kimi spiralı, qələmi, sadəsi və bütün bu çeşidlərin qiyməti 75 qəpiyə düşüb 1 manatdan. Bu da 25% endirim eləyir. 1 litrlik Pepsi 99 qəpiyə, hansı ki 29% endirimə düşüb 1 manat 40 qəpiydən və bu endirim kampaniyası da 9 aprel tarixinə dəkdir. Endirimlər çoxdur. Adam heç bilmir hansını göstərsin. Valla bütün bölmələrdə qəşəng endirimlər var. İstər ərzaq bölməsi olsun, istər qeyri-ərzaq bölməsi olsun. Karavuşka kər yağlarına baxın 8 manat 49 qəpidir. 3%li Portekale südləri 1 manat 99 qəpiyə düşüb 21% endirimlə 2 manat 55 qəpiydən. 100 qramlıq patates chipslər də var, hansı ki 1 manat 69 qəpiyə düşüb 2 manat 40 qəpiydən. Bu da 29% endirim edir və bu endirim kampaniyası bütün araz marketlər şəbəkəsində keçərlidir. Videoları izlərkən bəyənib kanala abunə olmağı unutmayın ki, endirimləri qaçırmayasınız. 27 mart tarixindən start verən endirim kampaniyası 9 aprel tarixinə dəkdir və araz marketin bütün filiallarına bu kampaniya keçərlidir. 1 kilo 820 qramlıq cavahir düyüsü 9 manat 40 qəpiydən 7 manat 45 qəpiyə düşüb 21% endirimlə. 460 qramlıq xurutka səhər yeməyi 5 manat 25 qəpiydən 2 manat 98 qəpiyə düşüb 43% endirimlə. 900 millilik frut motivlərin qiyməti 1 manat 70 qəpiydən 1 manat 29 qəpiyə düşüb 29% endirimlə və bu endirim kampaniyası 9 apreldə dəkdir. Test çayları 200 qramlıq 6 manat 25 qəpiydən 3 manat 79 qəpiyə düşüb. Bu isə öz növbəsində 39% endirim edir. Döş əti sümüklü var 13 manat 99 qəpiydən 12 manat 49 qəpiyə düşüb. Dana əti antrikot 14.99-dan 13 manat 49 qəpiyə düşüb. Bu endirim kampaniyası 30 mart tarixinə dəkdir. 100 qramlıq lepçilər var, hansı ki 1 manat 60 qəpiydən 1 manat 19 qəpiyə düşüb və bu endirim kampaniyası 9 aprel tarixinə dəkdir. Bu da 26% endirim edir. Feri Qabiyan mayi 0.5'lik
6 manat 50 qəpikdən 3 manat 48 qəpiyə çub 46% endirimlə. Duru sabunu 80 qramlıq 1 manat 30 qəpikdən 89 qəpiyə çub 31% endirimlə. Biraz da istəyirəm saska və kalbasalardan göstərək. Saska kalbasalarda çox qəşəng endirimlər var. Ovçular sədəf 9 manat 99 qəpiyə çub 15.40-dan. Dövmə saskası sap firması 13 manat 70 qəpikdən 8 manat 99 qəpiyə çub da 34% endirim eləyir. Pendirlərdə qəşəng endirim var. Zalto standart pendir 13 manat 49 qəpikdə. Amigo pendiri 3 kilo 200'lük 13 manat 49 qəpik, Komo pendiri klasik 50%də 15.99, 45%də Derevski vamilər 16 manatdan 9 manat 99 qəpiyə düşüb. 82%də Zanossi kar ayaqları var, hansı ki 15 manat 99 qəpiyə düşüb 18 manat 99 qəpikdən. Bu isə öz növbəsində 15% endirim edir. Bu endirim kampaniyası 9 aprel taxanədəkdir. Südçü kar ayağı 82.5%də 14 manat 99 qəpiyə düşübdür. Gür süd kar ayağı var 14 manat 95 qəpiyə düşüb, 20 manat 50 qəpikdən 27% endirimlə. Sonra burada nə yağları görürük? Brenkin Lux 82%də spirit yağı var 6 manat 50 qəpikdən 4 manat 99 qəpiyə düşübdür. Saratovski yağlı var 5 manatdan 3 manat 89 qəpiyə düşüb 22% endirimlə. Nevski şokoladlar da var, hər kəsin sevimlisi, hansı ki 10 manatdan 7 manat 99 qəpiyə düşüb. Bu da 20% endirim edir və bu endirim kampaniyası bütün arazı marketlərdə keçərlidir. 230 qramlıq Chocopay Lalale demək 2 manat 90 qəpikdən 1 manat 89 qəpiyə düşübdür. Bu da 34% endirim edir. 9 aprel taxanədək də bu endirim kampaniyası qüvvədədir. Pankekləri göstərməsəm olmaz, 11 manatdan 8 manat 99 qəpiyə düşübdür 18% endirimlə. Konfetlərdə də endirimlər çoxdur. Misal üçün burada görürük kakoslu akkontların qiyməti 17 manatdan 13 manat 99 qəpiyə düşübdür. Sandviç kekslər var, hansı ki Lupo demək 3 manat 90 qəpikdən 2 manat 79 qəpiyə düşüb 28% endirimlə. 135 qramlıq Aydın şokoladları demək Rollmanların qiyməti 2 manat 20 qəpikdən 1 manat 59 qəpiyə düşüb 27% endirimlə. 7 Days kruasanları 99 qəpiyə düşüb 1 manat 30 qəpikdən 9 aprel tarixinə kimi də bu endirim kampaniyası qüvvədədir. Enorma Oreoları isə 11 manatdan 7 manat 99 qəpiyə düşüb, bu da 27% endirim eləyir. Farretti tortları 400 qramlıq tort biskvit 5 manat 50 qəpikdən 4 manat 19 qəpiyə düşüb. Endirimlər gördüyünüz kimi həddindən artıq çoxdur. İstər şirniyyat bölməsində, istər ərzaqlarda, istər yucu təmizləyici vasitələrdə və bu endirim kampaniyaları bütün Araz marketlər şəbəkəsində keçərlidir. 27 mart tarixində start verilən endirim kampaniyası 9 aprel tarixinədəkdir və gördüyünüz kimi mağazanın əksər bölmələrində möhtəşəm endirimlər var. Bu Araz market adətən bizə yazacaqlar ki, bilirəm də həmişə olduğu kimi, bəs bu Araz market harda yerləşir? Bu Araz market 24 saat işləyən Araz marketdir. Abşeron rayonunda yerləşir, Saray postunun düz yanında. Bir sözlə əziz dostlar, burada göstərdiyim endirim kampaniyası bütün Araz marketi şəbəkələrinə keçərlidir. Hansı Araz marketə yaxınlaşın bölgəmizin harasında olursa olsun həmin kampaniyalar orada keçərlidir. 27 mart tarixində start verilən endirim kampaniyası 9 aprel tarixinədəkdir. Videolar izlərkən bəyənib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz əziz dostlar. Sağ olun. Bugünkü vloqumuz bu qədər idi.